Salam, hər vaxtınız xeyir olsun. Biz bugün sizlərlə əlavə mövzusu ilə bağlı bir sınağın izahına baxacağıq. İzaha keçmədən əvvəl qeyd etmək istəyirəm ki, ödənişli və ya ödənişsiz dərslərimizdən yararlanmaq istəyirsinizsə, 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə gəlin keçək sualların izahına. Başlayırıq birinci sualdan. Kitab orada masanın üstündeydi cümləsində əlavə nəyə aiddir? Baxın, əlavə bilirsiniz də, aid olduğu üzvdən sonra gəlir və daha çox tire ilə bir-birindən ayrılırlar. Əlavəyə sual verin, yəni tiredən sağ tərəfdə gördüyünüz sözə sual verin. O hansı cümlə üzvüdürsə, tiredən əvvəlki söz də həmin cümlə üzvü olacaq. Çünki bilirik ki, əlavə eyni bir cümlə üzvünə bağlıdır. Yəni hansı cümlə üzvünə bağlıdırsa, ondan eyni cümlə üzvü də olmalıdır. Yəni tutaq ki, bağlı olduğu cümlə üzvü mübtədadır, amma əlavəyə gedib təyin deyə bilmərsiniz. Bu mümkün deyil. Baxın, masanın üstündə idi. Masanın üstü üçüncü növ təyini söz birləşməsidir və burada idi hissəciyi olduğu üçün bu xəbərdir. Ona görə də orada sözündə nə götürəcəksiniz? Xəbər götürəcəksiniz. Sadəcə burada hissəciyi ixtisarı var. Deməli, burada nə var? Xəbərin əlavəsi var. Cavab olur B variantı. Biz onun sualına çox təəccübləndik cümləsinə hansı söz artırılsa, həmin üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfin əlavəsi olar. Baxın, burada üçüncü növ təyinli söz birləşməsi onun sualıdır. Bura elə bir şey qoymalıyıq ki, yəni onundan sonra elə bir söz yazmalıyıq ki, əsas tərəfdən hər ikisini uyğunlaşdıra bilək. Burada ən uyğun variant E variantı olacaq. Baxın, onun sualı, Elgünün sualı. Onun şəxsinin kim olduğunu daha aydın, daha konkret şəkildə bizə çatdırır, izah edir. Ona görə də Elgünü qoysaq, üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfinin əlavəsini yaratmış olarıq. Cavab oldu E. Davam eləyək. Divanın üstündə kağızlar, sənədlər qalmışdı cümləsində əlavə nəyə aiddir? Nə etmişdi, qalmışdı? Nə qalıb? Sənədlər. Nə qalıb? Kağızlar. Deməli, nəyin əlavəsi var? Mübtədanın. Cavab oldu A. Sonra şəhərə, Bakıya yola düşdük cümləsində əlavə nəyə aiddir? Nə etdik? Yola düşdük. Haraya yola düşdük? Bakıya. Haraya yola düşmüşük? Şəhərə. Deməli, zərfliyin əlavəsi var. Cümlə üzvün əlavəsi haqqında verilənlərdən biri yanlışdır. Söz birləşməsinin aslı tərəfin əlavəsi olurmu? Bəli, olur. Əlavə aid olduğu üzvdən sonra gəlir, doğrudur. Bütün cümlə üzvlərin əlavəsi olur, doğrudur. Əlavədən əvvəl əsasən tire işarəsi qoyulur, bu da doğrudur. Məsdər tərkiblərinin əlavəsi olmur, xeyr, olur. E variantı səhv oldu. Davam eləyək. Şəkilləri, rəsm əsərlərini seyr etdikcə çox böyük zövq alırdıq cümləsində əlavə nəyə aiddir? Nə edirdik? Zövq alırdıq. Nə zaman zövq alırdıq? Rəsm əsərlərini seyr etdikcə. Nə zaman zövq alırdıq? Şəkilləri seyr etdikcə. Burada nə görürük? Feili bağlama tərkibinin aslı tərəfinin əlavəsini görürük. Cavab oldu D. Getdim. Bu hadisə müharibədən əvvəl yanvar ayının 3-də baş vermişdi cümləsində əlavə nəyə aiddir? Nə etmişdi? Baş vermişdi. Nə zaman? Yanvar ayının 3-də. Nə zaman? Müharibədən əvvəl. Zaman zərfinin əlavəsi var. Cavab olacaq C variantı. 8. Cümlə üzvün əlavəsində əsasən hansı durğu işarəsindən istifadə olunur? Əsasən tiredən istifadə olur, yəni ən çox tire ilə görürük, amma bəzən vergüllə də əlavəni ayırmaq olur. 9. Orada şəhərdə qalır cümləsində əlavə nəyə aiddir? Nə edir? Qalır. Harada qalır? Şəhərdə. Harada qalır? Orada. Burada yer zərfliyinin əlavəsi var. Doğru variant olur, elə D variantı. 10. Doğma yurdumuz Qarabağ artıq bizimdir cümləsində əlavə nəyə aiddir? Nədir? Bizimdir. Hara bizimdir? Qarabağ. Hara bizimdir? Yurdumuz. Burada nəyin əlavəsi oldu? Mübtədanın. Doğru variant olur. A bəndi. Övladı şəhid olan ananın, Aygün xalanın saçlarına ağ düşmüşdü cümləsinin təhlillə bağlı düzgün cavabı istəyir bizdən. Nə etmişdi? Ağ düşmüşdü. Nəyə ağ düşmüşdü? Aygün xalanın saçlarına. Nəyə ağ düşmüşdü? Ananın saçlarına. Hansı ananın? Övladı şəhid olan ananın.
Mübtəda əlavəli işlənib, xeyr, burada tamamlığın əlavəsi var. Zaman zərfliyi mürəkkəbdir, zaman zərfliyi cümlədə yoxdur. Təyin əlavəli işlənmişdir, təyin var amma əlavəsi yoxdur. Üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfin əlavəsi işlənmişdir. Bəli, ananın saçları üçüncü növ təyinli söz birləşməlidir və ana aslı tərəfdir, onun əlavəsi Aygün xaladır, bu doğrudur. İsmi xəbərlidir, xeyir, feili xəbərlidir. Qaranquşun baharın ilk elçisinin gəlişi hamını sevindirirdi cümləsində əlavə nəyə aiddir? Nə edirdi? Sevindirirdi. Kimi? Hamını. Hamını nə sevindirirdi? Baharın ilk elçisinin gəlişi. Nə sevindirirdi? Qaranquşun gəlişi. Görürük ki, burada nə var? Mübtədanın əlavəsi var. Eyni zamanda qaranquşun gəlişi üçüncü növ təyinli söz birləşməsidir. Deməli, üçüncü növün aslı tərəfinin əlavəsi də var. Cavab oldu C. Əlavə haqqında yanlış fikri müəyyən edin. Bütün cümlə üzvlərinin əlavəsi olur. Bəli, olur. Əlavələr sintaktik cəhətdən cümlə üzvü olmur. Xeyr, olur. Elə səhv variant budur. İkinci və üçüncü növ təyinli söz birləşmələrinin aslı tərəfinin əlavəsi olur. Bəli, olur. Əlavədən əvvəl əsasən tire işarəsindən istifadə olunur. Doğrudur. Feili sifət tərkibi birləşmələrinin aslı tərəfinin əlavəsi olurmu? Bəli, olur. Əli, oğlum, bura gəl cümləsində əlavə nəyə aiddir? Burada görürük ki, bir çağırış var. Çağırış olanı nə götürürük? Hər zaman xitab götürürük. Yəni burada xitabın əlavəsi var. Daha sonra aşağı dağın ətəyi adamlarla dolu idi cümləsində əlavə nəyə aiddir? Dolu idi. Hara? Aşağı. Hara? Dağın ətəyi. Burada nəyin əlavəsi oldu? Mübtədanın. Cavab olacaq B. Aşağını görən kimi o dəqiqə zərfliyi yazmayın. Sual verin. Hara sualı bilirsiniz ki, mübtədada olur. Haraya sualı isə zərflikdə olur. Haraya doluydu deyə bilmirik axı. Hara doluydu? Aşağı. Hara doluydu? Dağın ətəyi. Deməli, mübtədanın əlavəsi var. Davam eləyək. Mən Aygünlə, sinif yoldaşımla birlikdə işləyirəm cümləsində əlavə nəyə aiddir? Nə edirəm? İşləyirəm. Kim ilə işləyirəm? Aygün ilə. Kim ilə işləyirəm? Sinif yoldaşım ilə. Deməli, burada nəyin əlavəsini gördük? Tamamlığın əlavəsini gördük. Doğru variant olur. A bəndi. Davam eləyək digər bir sualla. Tahir əmioğlu sabah məzun olacaq cümləsində əlavə nəyə aiddir? Məzun olacaq kim? Əmioğlu. Kim? Tahir. Deməli, mübtədanın əlavəsi var. Cavab oldu C. Əli geri şəhərə qayıtdı. Nə etdi? Qayıtdı. Haraya qayıtdı? Şəhərə. Haraya qayıdıb? Geriyə. Nəyin əlavəsi oldu? Zərfliyin. Cavab olur A bəndi. Bugün mənim bacımın sevincin ən xoşbəxt günüdür cümləsində əlavə nəyə aiddir? Baxın, burada sevincin günü üçüncü növ təyinli söz birləşməsidir. Bacımın günü yenə də üçüncü növ təyinli söz birləşməsi. Yəni, bugün mənim bacımın günüdür. Sevincin ən xoşbəxt günüdür. Burada ismi xəbərin əlavəsi var, amma variantlarda görürük ki, ismi xəbər yoxdur. Mənim bacımın günü, sevincin günü. Burada nə olur? Üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfinin əlavəsi olur. Əgər cümlə üzvü kimi verməyiblərsə, söz birləşməsi kimi baxa bilərik. Sonuncu sual. 20 oktyabr onun Günayın ad günüdür cümləsində əlavə nəyə aiddir? Baxın, Günayın ad günü üçüncü növ təyinli söz birləşməsidir. Onun günü yenə də üçüncü növ təyinli söz birləşməsidir. Burada görürük ki, Günayın ad günüdür, onun günüdür, xəbər olacaq. Eyni zamanda üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfinin əlavəsi olacaq. Xəbər kimi veriblər, üçüncü növ verməyiblər, ona görə doğru variant olur A bəndi. Belə. Sualların izahının sonuna gəldik. Əgər izah sizin üçün yararlıdırsa, videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Gələn dərslərdə görüşənədək.